Çıxış 17-cidəki səhnə İsraillilərin səhrada 40 illik səyahəti zamanı Amaliklilərə qarşı döyüşdə baş vermiş tarixi hadisədir. 8-ci ayəni oxuyaq. Bundan sonra Amaliklilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər. Musa Yeşuaya dedi, bizim üçün bir neçə adam seç, get Amaliklilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam. Yeşua da Musa deyən kimi etdi və gedib Amaliklilərlə döyüşdü. Musa, Harun və Xur isə təpənin başına çıxdılar. Musa əlini qaldıranda İsrail övladları üstün gəlirdi, əlini endirəndə isə Amaliklilər üstün gəlirdi. Lakin Musanın əlləri yorulurdu. Ona görə də bir daş götürüb onun altına qoydular. Musa daşın üstündə oturdu. Əlinin birindən Harun, o birisindən isə Xur yapışdı. Beləcə Musanın gün batanacan əlləri möhkəm qaldı. Yeşua Amalik xalqını qılıncdan keçirib qırdı. Yeşua Amaliklilərə qarşı döyüşmək üçün döyüş meydanına getmək rolunu öz üzərinə götürdü. Yeşua döyüşdə İsrail ordusuna rəhbərlik edəndə Musa dağa çıxıb döyüş meydanına baxdı. Musa əllərini yuxarı qaldıranda İsraillilər qalib gəlirdilər, lakin o, əllərini aşağı saldıqda İsraillilərin mövqeyi nə qədər üstün olsa da dərhal uduzmağa başlayırdılar. Buna görə də döyüşün qalibiyyətini və ya məğlubiyyətini təyin edə biləcək idarə edici qüvvə Josua deyil, Musa idi. Bundan əlavə, müqəddəs kitab Musa barədə bizə nə öyrədir? Həvarilərin işləri kitabının 3-cü fəslində göründüyü kimi, Musanın İsanı təmsil etdiyi müqəddəs kitabda sonda bizə açıqlanır. O zaman bizim müjdəmiz də eyni deyilmi? Allah göyləri və yeri yaradan zaman görünən və görünməyən aləmi yaratmışdır. Hazırda biz görünən dünyada müjdə işi həyata keçiririk, lakin Allahın görünməyən aləmdə nə etdiyindən asılı olaraq müjdənin nəticəsi yaxşı və ya pis ola bilər. Əgər Allah öz qolunu qaldırarsa, müjdəmiz uğurlu olar. Bu doğru deyilmi? Bununla belə, əgər o, qollarını aşağı salsa, nə olardı? Görülən səylərin miqdarından, iştirak edənlərin sayından və bilikli ekspertlərin fədakar işindən asılı olmayaraq, əgər Allah bizə görünməyən aləmdə kömək etməsə, müjdənin nəticəsi həmişə uğursuz olacaq. Başa düşə bilərik ki, məsələ görünən aləmdə deyil. O nəticədə görünməyən aləmdə Allahdan asılıdır. O zaman biz iman həyatımızı bundan sonra necə yaşamalıyıq? Bu dünyada iman yolunda səylə addımlamaq yaxşı bir şeydir. Ancaq görünməyən aləmdə Allahı tanımayan iman heç bir nəticə verməyəcək. Buna görə də Allah hərəkətə keçdikdə müjdəmiz yerinə yetə bilər. Əgər biz Allahın ürəyini tərpətmədən yalnız özünü qane edən və öz xoşbəxtliyi ilə bitən müjdəni həyata keçirsək, o zaman bu müjdə heç bir nəticə verə bilməz. Yeşua əla döyüş qabiliyyətinə malik müstəsna bir sərkərdə olsa belə, hətta İsrail ordusu tamamilə hər biri 100 adam dəyərində olan döyüşçülərdən ibarət olsa belə, Musanın qolları aşağı olduğu müddətdə onlar görkəmli ordu ola bilməzdilər. Bütün bunları diqqətlə araşdırdıqda anlaya bilərik ki, biz müqəddəs kitab vasitəsilə görünməyən və görünən dünya arasındakı əlaqəni başa düşməliyik. Çıxış 17-cidə qeydə alınan bu tək səhnə belə nə üçün Allaha dua etməli, arzularımızı təqdim etməli və səmimiyyətimizi ona həsr etməli olduğumuzu tam başa düşmək üçün kifayətdir.